Axşamınız xeyir olsun dəyərli izləyicilərimiz. Saat 02:33-ü göstərir. Biz vətəndaşların müraciəti əsasında gəlmişik Ağdam məktəblərinin birindəyik. Gördüyünüz kimi məktəb bağlıdır, qıfılı görürsüz. Gecə gözətçisi yoxdur. Baxırıq 66 nömrəli tam orta məktəb. Bu məktəb haqqında bizə xoşa gəlməz yazılar, məlumatlar gəlir və biz o nöqteyə nəzərdən bunu aydınlaşdırmaq istədik. Görək burada hər şey qaydasındadırmı? Hal-hazırda yoxlayırıq, birinci gözətçi buradadır ya yox. Baxın ətrafa, heç kəs yoxdur. Kim var? Alo! Qardaş, hardasan? Az yat! Artıq mən heç kəsi qınamıram. Ağdam rayon üzrə təhsil sektorunun gözətçisi yerində olmayandan sonra bunlar da yerində tapılmayacaq. Və aldığımız məlumata görə bu məktəbin gözətçisi Ağdamda, Qarabağda öz şəxsi mənafeyi üçün çalışır. Biz də ona heç nə demirik. Allah köməyi olsun. Ancaq bu məktəbdə başqa bir olaylar, hadisələr baş verir kollektiv içərisində və bu kollektiv içərisində baş verən hadisələrlə bağlı şəxsən Ağdam rayon üzrə təhsil sektorunun müdiri Abbasov Tahir Sabiroğlu müəllim özü gəlir. Burada kollektivi öz yoluna qoyur, gedir. Çox maraqlıdır bizim üçün. Hörmətli Abbasov Tahir Sabiroğlu, siz bütün məktəblərdə baş verəndə olaylar, belə hərəkətlər edirsinizsə, mən sizə alqışlayıram. Mənim sizə sözüm yoxdur. Ancaq mənim aldığım məlumata görə siz bu məktəbi imenli bu məktəbi diqqət mərkəzində saxlayırsınız və havadarlıq edirsiniz. Nədir maddi marağınız, onu siz və Allah bilir. Biz də yəqin ki, bu qısa müddətdə öyrənib cəmiyyətə təqdim edəcəyik. Allah əmanət olun, özünüzdən müğayyət olun. Bu məktəb haqqında çox və çox danışacağam.